O ilk nur idi, bilirsiniz, varlıq aləminin ilki odur. Allah zahir elədi özünü onun vasitəsilə. İlk vücuda gələn nur onun nurudur. Biz hərdən deyirik ki, Peyğəmbər elə bir adamdır ki, filan ildə Məkkədə doğulub, filan ildə dünyadan köçüb. O, onun bioloji tərəfidir, maddi tərəfidir, o doğulub. Amma onun varlıq aləmində hansı mərtəbədə dayanması o ilk nurdur, ilk yaradılışdır. Var ol əmri onun özüdür. Varlıq ondan xəlq olunur. O mələklərə təzim eləməyi öyrədib. O mələklərin ustadıdır, o peyğəmbərlərin hamısının babasıdır əslində. Bioloji baxımdan Adəm onun babasıdırsa, mənəvi baxımdan Peyğəmbərimiz hamısının babasıdır. Deyir, ən çox əziyyət mən çəkmişəm, Peyğəmbərimiz buyurur. Bütün Peyğəmbərlərdən çox. Bir arif bunu gözəl təfsir elədi. Neçə cür təfsir var? Biri də budur ki, deyir, çünki ən böyük zirvədən enib, o zirvədən, o ucalıqdan dünya kimi dar yerə gəlmək özü böyük əziyyətdir. Onun elə bura gəlişi fədakarlıqdır. Hələ nə edəcək? Onun bura gəlişi fədakarlıqdır. Çünki o bu dünya üçün deyil. Onun ruhu bir an bu dünyada qala bilmir, qərar tutmur. Çünki Allahın yaxından, ən yaxın nöqtəsindən enib dünyaya gəlib və bizim üçün gəlib, bizi aparmağa gəlib. Bizi aparmağa gəlib Allaha doğru. Yoxsa onun dünyada nə işi var? Bu dünya onun üçün çox dar yerdir. O bu dünyaya sığmır, heç cür sığmır. Ona görə deyir, mən ən çox əziyyət çəkmişəm. Çünki ən böyük zirvədən mən enib dünyaya gəlmişəm. Mənim bu gəlişim özü bir çətin prosesdir.